وقل رب زدني علما. إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له أشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله أما بعد. Bu gözəl inşallah mübarək məclisdən istifadə edib mən də qardaşları təbrik edirəm. Allah Azze və Cəllə onların övladlarını salihlərdən eləsin. Allah Azze və Cəllə onların övladlarını onlara göz bəbəyi, göz sevinci olan övladlar etsin. Allah razı olsun Fərid qardaşdan, Sərxan qardaşdan, Qurban qardaşdan və o cümlədən bütün qardaşların Allah Teala övladlarını salihlərdən eləsin. Allah Azze və Cəllə həmişə mehribançılıq eləsin. Allah Azze və Cəllə bizi sabit etsin haqq yolda, haqq din üzərində. Necə ki Peyğəmbər sallallahu aleyhi və səlləm tövsiyə edərdi və həmçinin özü də buna əməl edərdi. Və necə ki Ummu Sələmədən radiyallahu anhədən soruşanda ki Peyğəmbər sallallahu aleyhi və səlləm ən çox hansı duanı edərdi? Dedi ki, ya muqallibəl qulub səbbit qalbi alə dinik. Ey qəlbləri çevirən, qəlbimi öz dininin üzərində sabit et. Ey qəlbləri çevirən, qəlbimi öz dininin üzərində sabit et duasıydı. Ən çox duanı bu, yəni Allah Resulü sallallahu aleyhi və səlləm edir. Halbuki o insanları hidayətə yönəldən idi. İnsanları ən çox hidayətə yönəldən insan ən çox Allahdan hidayət istəyir. Allah Teala deyir ki, وَاِنَّكَ لَتَهْدِي إِلَى صِرَاطٍ مُسْتَقِيمٍ. Sən insanları doğru yola hidayət edənsən, yəni doğru yola yönəldənsən, irşad edənsən, onlara doğru yolu göstərənsən. Amma qəlblərin hidayəti Allahın əlindədir. Necə ki Allah Azze və Cəllə buyurur, İnnəkə lə təhdi mən əhbəbtə. Sən sevdiyini hidayət edə bilməzsən. Yəni sən doğru yol göstərirsən, amma qəlbləri hidayət etmək Allahın əlindədir. Qəlbləri hidayət etmək Allahın əlindədir. Allah Teala'dan istəyirəm ki, bizi həmişə hidayət yolunda sabit qədəm etsin. Və çoxu vaxtı görürsən ki, insanların sabit qalmama səbəbi onların haqq yola görə Allaha şükür etməmələrinə görədir. İnsan, əgər bir nemət varsa, ona daima şükür etməlidir. Daima. Misal üçün, o nemətlərdən ən böyüyü Allahın dinidir. İnsanın Allahın dinində olmasıdır. İnsanın təqva əhli, haqq yol əhli olmasıdır. Buna görə çoxlu şükür etmək lazım. Allah Resulü sallallahu aleyhi və səlləmin hər dəfə o duanı təkrarlaması şükürdür onun. Ona olan şükürdür. Ki Allah Resulü sallallahu aleyhi və səlləm həmişə şükür edərdi ki, haqq yoldadır. Ona görə daima şükür etmək lazım. Həmçinin ibadətlərə görə, namaza görə, məhcidə görə, hər hansısa bir Allah Azze və Cəllə hansısa ibadəti müvəffəq edibsə, ona görə Allaha şükür etmək lazım. Yoxsa insan şükür eləmədiyinə görə və yaxud da o neyməti üstün neymət görmədiyinə görə o neymət əlindən qalxır insanın. O neymət gedir insandan. Ona görə daima şükür etmək lazım. Vallahi. Yəni, ən böyük mətləb təvhiddən, la ilahe illallahdan sonra şükürdür. Çünki Allah Azze və Cəllə şeytanın insanlara azdırması haqqında xəbər verir ki, o nə deyir? O deyir ki, mən sənin qullarını azdıracam, sən onları şükür edən görməyəcəksən. Çünki şükür böyük neymətdir. İnsan hər dəfə şükür etdikcə ona olan neymət artır. İnsan haqq yolunu şükürünə etsə, Allah Teala onu haqq yolunu neyəcək? Artıracaq, hidayətini artıracaq. Nə qədər hidayətlər var ki, biz ona möhtacıq. Nə qədər hidayətlər var ki, bizim ona ehtiyacımız var. Misal üçün, o hidayətlərdən insanın Allahın dinini bilməsi, öyrənməsi, elm üzərində addımlaması. Necə ki, böyük alim Allamə İbn Qayyim rahimehullah buyurur ki, əl-hidayətu ilə tariq şeyun vəl-hidayətu fi nəfsi tariq şey axar. Deyir ki, bir yola hidayət olmaq bir şeydir. Yəni, bir şeydir. Amma deyir, o yolun özünün içində də hidayətlər tapmaq başqa bir şeydir. Ona görə bizim nə qədər bu İslam yolunda, din yolunda nə qədər hidayətlərə ehtiyacımız var. Və həmçinin bugündən istifadə edib Minhəcül Qasidin kitabından bəzi faydalar
oxumaq istəyirdim ki, yəni o faydalar da həqiqətən böyük, uca faydalardır. İnsanın imanına təsir edən, insanın haqq yolda qalması üçün böyük faydalardan biridir. Və bəzən görürsən ki, insan bilmədiyi üçün çoxlu əziyyətlərə, çətinliklərə düşür. Bilmədiyi üçün. Halbuki bilsə, o qədər çətinliyə, əziyyətə düşməz. Bütün işlər belədir. Hətta dünya işləri də belədir. Hansı dünya işi olur olsun, insan görürsən ki, o işi yaxşı bilmədiyi üçün çoxlu əziyyətlərə düşür. Halbuki o qədər əziyyətlərə düşmək heç ehtiyac yox idi. Ona görə insan gərək bu hidayətləri bilməlidir ki, yəni bu məqamları bilməlidir ki, yəni o həmin çətinliklərə düşməsin. Və biz Minhəcül Qasidin kitabına davam edirdik, birinci günlər və buyurur ki, İbn-i Cəvzi rahimehullah bir dəfə Şəqiq Əl-Bəlxidən, Şəqiq Əl-Bəlxi böyük alimlərdən olub, Bəlx şəhərindən olub, ona görə Bəlxi deyiblər. Və deyir ki, öz tələbəsi Hətimə deyir ki, deyir, bu qədər mənlə, yəni bir müddət mənlə yoldaşlıq etdin. Nə öyrəndin mənlə? Yəni bu elmdən nə fayda götürdün, nə əldə etdin? Sanki tələbəsini imtihan edir. Deyir, bu öyrəndiyin şeylər nə oldu? Danış görək. Nə öyrəndin? Hətim deyir ki, qalə səməni məsailə. Deyir ki, 8 məsələni öyrəndim. 8 şey səndən öyrəndim, deyir. Birincisi odur ki, fə inni nəzartu ilə xalq. Deyir, mən məxluqata baxdım, gördüm ki, onlar deyir, hər bir kəsin sevdiyi bir şeyi var. Hər bir kəsin sevdiyi bir şeyi var. Deyir ki, fə izə vasalə iləl qabr fərəqəhu məhbubuhu. Deyir, o qəbirə çatan kimi deyir, o sevdiyi şey ondan ayrılır. Hər kəsin sevdiyi şey var. Deyir, insan qəbirə çatan kimi sevdiyi onu tərk edir. Deyir, əlvida sənə. Deyir, mən də deyir, fəcəaltu məhbubi həsənəti. Deyir, sevdiyim şeyləri salih əməllərim etdim. Namazım, ibadətim, salih əməllərim etdim ki, litakuna ma'i fi qabri. Hətta qəbirdə də məndən bərabər olsun. Yəni qəbirdə də məndən ayrılmasın. Yəni bax ona görə insan həmişə bax qəbir aləmini, qəbir həyatını düşünəndə insan həqiqətən ayılır. İstəyir ki, Allaha ibadət etsin, istəyir ibadət əhli olsun. Çünki demək olar bütün insanlar bilirlər ki, insanlar qəbirdə nə övladları, nə anası, atası, nə yoldaşı, nə mal dövləti heç nə fayda verəməyəcək. Nə dünyada keçirdiyi eyş işrət, nə bilim rahatçılıqlar, villalar, maşınlar, heç nə fayda, hamısını qoyub gedir insan. Nə qədər insanlar var ki, təzə evlər tikib, təzə evində doya-doya yaşamayıb, gedib qəbir aləminə. Nə qədər insanlar var ki, təzə evlənib, həyat yoldaşı ilə doya-doya yaşamayıb, gedib qəbir aləminə. Nə qədər insanlar var, onun övladı olub, övladını doyunca görənməyib, gedib qəbir aləminə. Amma, bax, elə qəbir meyitə olunan dualardan biri var. O duada nə deyirlər? Deyir ki, Allahım onun ailəsini ondan daha xeyir ailə ilə əvəz elə. Allahu Akbar. Allahım onun yoldaşını ondan daha xeyirlisi ilə əvəz elə. Allahım onun evini ondan daha xeyirli evlə əvəz elə. Allahu Akbar. Deməli, həqiqətən, yəni, buradan xeyirlilər var orada. Ona görə sələflərdən biri deyir ki, deyir, qəbir aləmində salih insana mələklər gəlib deyər ki, istəyirsənsə qaytaraq səni. Deyir ki, vallahi istəmirəm. Deyir, bəs sən ailən, bəs sən uşaqların, bəs sən yoldaşın, deyir, vallahi qayıtmaq istəmirəm. Bax, salih insanın vəziyyəti belə olur, qəbir aləmində. Ona görə nə deyir? Hətim rahimehullah deyir ki, mən sevdiyim şeyləri, salih əməllərim etdim ki, qəbirdə məndən bərabər olsun. Yəni, peşman olmayayım mən. Gedəndə peşman olmayayım. Hətta insan Allaha düzgün ibadət əhli olanda, Allah Azza və Cəllə onun ailəsini, övladlarını qoruyur o səbəblə, o Allaha itaət etdiyi səbəbi ilə. Bax, Kəhf surəsində Allah Azza və Cəllə 2 vəfat ataları, babaları vəfat edən 2 uşaq var idi. Onların xəzinəsini
dünyanın ən fəzilətli peyğəmbərinə deyir ki, gedin qazın çıxardın. Və affan, yəni gedin onu qoruyun xəzinəsini. Bax, 5 peyğəmbərdən ən fəzilətli peyğəmbərdən biri idi. Xıdır əleyhissalam da həmin peyğəmbərə elm öyrədən peyğəmbər idi. 2 peyğəmbəri göndərdi ki, o salih, ataları salih olan 2 uşağın xəzinəsinin üzərinə divar tikin ki, insanlar onu çıxarda bilməsin. Yəni, özləri biz təqdir eləmiş, özləri çıxaracaq. Bax, Allahın qoruması, Allahın lütfü. Yəni, sənin qiymətini, qədrini ailən itirəcək və ya itirə bilər. Yəni, mütləq itirməyənlər də var. Övladın itirə bilər, yaxınların itirə bilər. Amma vallahi Allah itirmir. Vallahi Allah artıqlaması ilə verir. Ona görə insan gərək sevdiyi şeyləri, salih əməlləri etsin. Və sonra Hətim deyir ki, ikinci, və əmmə səniyə, fə inni nəzartu ilə qavlillahi teala. Mən Allahın bu ayəsinə baxdım. Gördüm ki, Allah Azze və Cəllə nə deyir? Və əmmə mən xafə məqamə rabbihi və nəhən nəfsə anil həvə fə innəl cənnətə hiyəl məvə. Deyir, gördüm ki, Allah deyir, kim Rəbbinin məqamından, yəni Allahın məqamından qorxarsa, deyir, o öz nəfsinə havasını qadağan edər. Deyir, bu səbəblə də fə innəl cənnətə hiyəl məvə. Deyir, onun gedəcəyi yer cənnət olar. Deyir, baxdım və deyir, daima havama müxalif olmağa çalışdım. Yəni, içimdən gələn hava mənə nə dedisə, mən ona müxalif olmağa çalışdım. Qatədə rahimullah deyir ki, deyir, fə innə lillahi azze və cəllə məqamən fid dünya. Deyir, Allahın dünyada olan məqamı var, deyir. O da deyir, Allahın haramları və Allahın qadağan etdiyi şeylərdir. Gərək onları keçməyəsən, gərək onları aşmayasan. Allah nəyi qadağan edib? O Allahın məqamıdır. Bax, nə deyir? Məqamdan qorxursansa, havanla getməyəsən, deyir. Allah qorusun, yəni hava ilə getməkdən. İbn Məsud radiyallahu anhu deyir ki, deyir, cənnət istəyən insanın ən böyük qazancı havaya müxalif olmasıdır. Havaya görəcəksən ki, sənə nəsiyyət olunur. Amma içdən bir hava gəlir, deyir ki, yox, sən başqa cürsən. Sən başqa cür adamsan, sən beləsən, sən qürurun belədir, sən hamısını qoymaq lazım qırağa. Allah Azze və Cəllə nə deyir? Deyir, فَلَا تَتَّبِعُ الْهَوَى أَنْ تَعْدِلُ. Deyir ki, havaya tabi olma yoxsa səni azdırar, səni haqq yoldan çıxarar səni. Allahu Akbar. Ona görə havaya insan tabi olmasın gərək. Hava insanı azdırır. İnsan gərək havasını qoysun qırağa, həqiqətən. Bu şəriətdir, bu dindir. Allah Teala bizi yaradıb və bir gün canımızı tapşıracaq. Gözümüz yumulacaq və bir daha bu dünyanı görməyəcəyik. Ona görə insan həmişə havaya qarşı çıxsın gərək. Vallahi bu onun dünyası və dini üçün xeyirlidir. Necə ki, alimlərdən biri, Şeyx Abdurazaq, Hafizahullah, deyir ki, sələflər deyərdilər ki, əgər insan günah edərsə, mütləq şəkildə onun başına gələn bir, yəni gözəl bir nemət aradan qalxır. Hər günaha bir nemət aradan qalxır. Hər günaha bir nemət aradan qalxır. Ona görə nə etməlidir? Günahlara qarşı, havaya qarşı getməlidir, həmişə. Və sonra o deyir ki, çalışdım ki, həmişə havaya qarşı çıxam. Hətim rahiməhullah. Deyir, sonra üçüncü, o məsələ isə, deyir, mən insanlara gördüm ki, hər kəsin özü ilə bağlı, yəni bərabər qoruduğu qiymətli bir şeyi var. Qoruduğu qiymətli bir əşyası, yaxud bir qiymətli bir şeyi var. Və onu qoruyur. Və sonra mən də Allahın bu ayəsinə baxdım ki, وَمَا عِنْدَكُمْ يَنْفَدُ وَمَا عِنْدَ اللّٰهِ بَاقٍ. Sizin qatınızda olan müvəqqətidir. Əlinizdə olanlar müvəqqətidir. Yanınızda olanlar müvəqqətidir. وَمَا عِنْدَ اللّٰهِ بَاقٍ. Allah qatında olan isə əbədidir. Deyir, bax nə deyir? Hər əlimdə olan şeyi Allaha yönətməyə çalışdım ki, deyir, mənimlə bərabər əbədi qalsın. Allah Akbar. Dəhşətli bir sözdür. Yəni, nəyin varsa Allaha tərəf yönət. Bu demək deyil, ha, insan nə varsa sədəqə versin, nə də, bu demək deyil, səhv başa düşülməsin. Yəni, tutaq ki, sənin ailən var və sən ailəni çox istəyirsən. İstəyirsən ki, ahirətdə də onlar sənə ailə olsun. Allah sana deyir, وَالَّذِينَ آمَنُوا
və təbəəthum zurriyyətuhum bi imanin əlhaqna bihim zurriyyətəhum və mə ələtnəhum min əməlihim min şey. Deyir ki, iman gətirib, imanda ailələri də özlərinə qoşulan kəslərin, ailələrini, övladlarını onlara qoşacaq. Qiyamət gün onlar, cənnətdə onlar bir yerdə olacaqlar. Bax, Allah Azze və Cəl bu neymətdir. Deyir, əgər sənin ailən varsa, çalışmazsan, hidayəti üçün çalışasan. Çalışasan ki, hidayət olsunlar. Və misal üçün, sənin miniyin var, miniyindən Allah yolunda istifadə edəsən. Xeyirli yerlərə gedəsən, xeyirli işlər görəsən. Ki, o minik də sən məhbubdur sənin üçün, sevimlidir sənin üçün, qoy qalsın səninlə bərabər. Və hətta insanın cibində olan pulu, Allah, əgər kim istəsə ki, Allah onun cibində olan pulunu, evində olan pulunu artırsın, vallahi sədəqə verməlidir. Sədəqə verməlidir ki, artsın, yoxsa artmayacaq. Mə nəqqasa məlu abdi min sadaqa. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, qulun malı sədəqə ilə azalmır. Subhanallah. Məfhum müxalifə, əks başa düşməlidir. Deməli, artır. Məsəlul-ləzinə yunfiqun əmvaləhum fi səbilillah kəməsəli həbbətin ənbətət səbə sənəbilə fi kullu sumbulətin mi'atu həbbə Allahu yudaifu limən yəşə. Allah yolunda mallarını verən kəslərin misalı buğdanın misalına bənzəyir. Bir buğdadan 7 dənə çöp çıxır yəni. Bir buğda bastırılır, 7 sümbül çıxır, 7 yəni budaq, 7 sümbül çıxır. Hamısının cəmi nə qədər olur? 100 dənədən olur. Gör Allah nə? Bir buğdadan 100-dən. Bir verəcəksən, Allah 100 qaytaracaq sənə. Allah bu vəddir Allahın. Deməli, insan hər gün, bax, 10 qəpik Allah yoluna sədəqə ver. Amma sırf Allah üçün ver. Yəni, həm də niyyətin tam şəkildə malın artması olmasın. Qiyamətə nəsə geçsin oradan. Ona görə çoxu insanlar və dilənçiləri qovurlar. Amma Allah Azze və Celle nə deyir? Ki, وَأَمَّ السَّائِلَ فَلَا تَنْهَارِ Dilənçiyə gəldikdə isə onu qovma. Kim olur olsun, Allah burada dilənçini ümumi gətirib. وَأَمَّ السَّائِلَ Əs-səil yəni kullu səil. Hər səil, bütün səndən gəlib dilənən, istəyən insanı deyir, qovma. Heç olmasa verməsən, vermə, amma qovma. Demək ki, çıx get buradan, demək ki, yəni başqa sözlər, bəzi insanlar çox köbud duyurlar. Amma bax, sələflər necə yanaşıblar? Qədim alimlər, sahabələr tabi necə yanaşır? Deyir, onlar nə gözəl qövmdür ki, bizim azuqəmizə axirətə daşıyırlar. Yaxşı ki, istəyir, o istəməsə sən, bəlkə insanlar heç kim götürməyəcəksən, kimə verəcəksən sədəqəni? Həqiqətən elə yerlər var ki, orada sədəqə vermək olmur. Onlar öz sədəqələrini yığıb başqa ölkələrə göndərirlər. Elhamdülillah, var da gəlib istəyir, 10 qəpi ver, qiyamət günü gələcək. Baxın, Nəxai, rahiməhullah, İbrahim Nəxai, kimin tələbəsi olub? İbn Məsudun. İbrahim Nəxai, İbn Məsudun, sahabinin tələbəsi olub, tabiin olub, Küfədə. Və Süleyman İbn Mihran Əl-Amaş, onun nəyə olub? Tələbəsi olub. İkisi də şikəst idilər. İkisində də naqislik var. Biri gözündən, biri də bədənindən, ayağından. Bir dəfə onlar yol gedəndə Nəxai deyir ki, Əmaşə, bəlkə deyir, özümüzlə adam tutaq, bu yolu aparsın, yoxsa biz yıxılarıq, yoxsa biz yolu gedə bilmərik. Və deyərlər ki, yarhamukallah, deyərlər ki, Əvar Əmaşə, yaxud da Əmaş Əvarı apardı, yıxıldılar. Yəni, ikisi də bir-birinə qoşuldu və yıxıldılar. Bir nəfər tutardı, sizə kömək eləyərdi də. Əmaş deyir ki, Süleyman ibn Mehran, Abu Muhammed, ikisi də böyük hədis alimləri olublar. Biri tabiin, o birisi də böyük hədis imamı. Şubənin müəllimi olub. Gör, necə insan olub ki, Şubə ondan rəvayət edib. Yəni, çox dəqiq, çox güclü bir insan olub hədisdə. Və deyir ki, yox, deyir, ey Nəxai, ey şeyx, deyir. Sən qorxursanmı insanlar bizə birdən nəsə deyər? Bundan mı ehtiyat edirsən? Yəni, insanlar bizim haqqımızda günaha düşər. Yəni, demək istəyir ki, mənim umurumda deyir ki, nə istəyirsinlər insanlar bizim haqqımızda. Amma Nəxai gör, nə cavab verir? Nəxai deyir ki, ey Süleyman, deyir, biz pulumuzdan keçib, özümüzə bizi yol göstərən, aparan tutmağımız insanların bizə görə günaha düşməyindən daha xeyirlidir. Yəni, biz pulumuzdan keçək, pulumuzu verir, amma bircə insanlar günaha düşməsin. Allahu Akbar.
Yəni, bax gör, onlar necə fikirləşirlər, nələrə fikir verirlər. Yəni, bircə mən pulum geçsin, amma insanlar günah etməsin, insanlar günaha düşməsin. Yəni, hanı indiki dövrdə hanı elə insanlar? Hanı onu fikirləşənlər? Allahu Akbar. Baxın, onlar necə yaşayıblar. Və sonra bax, 4-cü deyir ki, mən gördüm ki, فَاِنِّ رَأَيْتُ النَّاسِ يَرْجِعُونَ اِلَى الْمَالِ وَالْحَسَبِ وَالشَّرَفِ. Mən gördüm ki, insanlar mal, dövlət, adsan, şərəf axtarır. İstir yaxşı insanların, hörmətli insanların yanında olsun. Ya, belə şeylər axtarır insanlar. Deyir, və Allahın bu ayəsinə baxdım. Gördüm ki, Allah Azza və Cəllə deyir ki, aleykum salam da, hoş gəlibsiniz. İnnə əkrəməkum indəllahi ətqakum. Deyir ki, sizin Allah qatında ən fəzilətliniz Allahdan ən çox qorxanınızdır. Yəni, mən gördüm ki, insanlar başqa insanlar yanında şərəf axtarırlar. Mən də Allah qatında şərəf axtardım. Bax, hansı yaxşı ola bilər? Allah qatında şərəfli olmaq, yoxsa insanlar qatında şərəfli olmaq? Subhanallah. Əgər kimi Allah ucaldarsa, heç kim onu alçalda bilməz. Kimi əgər Allah alçaldarsa, heç kim onu ucalda bilməz. Həqiqətən, ucaldan da, aşağı salan da Allahdır Azza və Cəllə. Və sonra deyir ki, 5-ci deyir, gördüm insanlar bir-birinə həsəd edirlər. Bu ona həsəd edir, bu onun puluna, o onun maşınına, o onun miniyinə, o onun evinə, o onun nəyinəsə. Deyir, sonra mən Allahın bu ayəsinə baxdım. Allah Teala deyir ki, nəhnu qasamna beynəhum məişətəhum. Onların arasında məişəti biz bölüşdürürük. Yəni, əgər Allah kimə nə veribsə, bil ki, Allah verib onu. Allah bəxş edib ona. Yəni, sən Allahın bəxş etdiyinə mi narazılıq edirsən? Sən Allahın bəxş etdiyinə mi həsəd edirsən? Deməli, Allah veribsə, ona verənlə sən də qəlbən razı qalmalısan. Ona verən kimdir? Allahdır. Əgər Allah onu veribsə, Allah bölüşdürüb bunu. Bunu biləndə insan heç vaxt həsəd etməz, baxıllıq etməz, kin-küdürət etməz. Əksinə qəlbi rahat olar. Öncəki sələflərdən biri nə deyir? Deyir ki, mən hər dəfə dua edəndə, duam qəbul olanda bir dəfə sevinmişəm. Amma duam qəbul olunmayanda 10 dəfə sevinmişəm. Yəni 10 dəfə. Çünki deyir, birinci özümün seçimidir, ikinci Allah Azza və Cəllənin seçimidir. Yəni Allahın seçimi demək istəyir ki, mənim seçimimdən dəfələrcə artıqdır. İndi görün, Allah, əgər insan bilsə ki, bölüşdürən, verən, bəxş edən Allahdır, indi insana nə neymət varsa onu Allah bəxş edib, heç ona həsəd edərmi? Heç baxıllıq edərmi? Allahu Akbar. Və həmçinin 6-cı, bitiririk Allahın izni ilə. Deyir ki, 2 qalb bundan sonra. Deyir ki, gördüm insanlar bir-birindən düşmənçilik edir. İnsanlar bir-birindən düşmənçilik edir. Deyir, sonra Allahın bu ayəsinə baxdım, gördüm ki, İnnə şeytan ələkum aduvun fəttəxiduhu aduva. Allah Azza və Cəllə deyir ki, həqiqətən şeytan sizin düşməninizdir, onu özünüzə düşmən götürün. Allahu Akbar. Şeytan əsl düşməndir. İnsanlar əsl düşməni tərk edib, düşmən olmayanlarla məşğuldurlar. Və başda bir-biri ilə düşmənçilik eləməyə. Deyir, təraktu adavətəhum. Deyir ki, onların düşmənçiliyini tərk etdim. Başladım yalnız şeytanla düşmənçilik eləməyə. Bax, həqiqətən şeytanın yolları dəhşət böyükdür. İnsan salih əməllərə gedəndə qarşısını nə yollarla kəsmir? Birinin ruzi ilə kəsir. O birinin həyat yoldaşı ilə kəsir. O birinin işi ilə kəsir. Birinin övladı ilə kəsir. Birinin valideyni ilə kəsir. Birinin 100 cür yollar axtar, müdürü ilə kəsir, yaxını ilə, dostu ilə kəsir. Allahu Akbar. Nə qədər insanlar var, dostları səbəbi ilə xeyir əhli ola bilmirlər. Dostları onu qoymur ki, o insan xeyrə çatsın. Hər dəfə xeyir əhlinin yanında öyüd, nəsiyyət, xeyir işlər, sözlər eşidir və sonra gedir, yəni asi insanların yanına, onlar onu çəkir nəyə? Asiliklərə, pis yollara. Baxın, Allah Azza və Cəllə nə deyir? Deyir ki, يَوْمَ يَعَضُّ الظَّالِمُ عَلَى يَدَيْهِ يَقُولُ يَا لَيْتَنِ اتَّخَذْتُ مَعَ الرَّسُولِ سَبِيلًا. Deyir, o gün zalim, o günün şiddətindən 2 əlini çeynəyəcək. 2 əlini çeynəyəcək. Yiyəcək 2 əlini.
Deyəcək ki, ya leytəni, ləm ətəxiz fulənən xalilə. Vay olsun mənim alma, kəş mən filan kəsi özümə dost tutmazdım. Ləqəd adalləni ani zikri bə'də izcəəni. Deyir ki, o məni Allahın zikri gələndən sonra, öyüd nəsiyyət olunandan sonra məni öyüd nəsiyyətdən ayırdı. Allahın Rasulunun yolundan ayırdı məni. Və kənə şeytanu lil insan xadulə. Deyir, şeytan insanı deyir, zəlil eləmək istəyir. İstəyir onu yardımsız buraxsın. Həmişə elədir. Çünki o Allaha nə deyib? Deyir ki, vələ udillənəhum, vələ umənniyənəhum, fələ yübəttikunə əzənəl ən'am. Deyir ki, mən onları azdıracam. Mən onları arzulara daldıracam. Boş-boş xəyallara gedəcək. Və bir dəfə olsun öz həyatı, əsl həyatı, axirət həyatı haqqında fikirləşməyəcək. Deyir ki, və onlara əmr edəcəm ki, heyvanların qulaqlarını kəsin. Və lə amurannəhum fələ yuğayyirunə xalqallah. Və onlara əmr edəcəm ki, Allahın yaratdığı məxluqatı dəyişəsiz. Nə qədər insanlar var, öz üzünü dəyişir, öz çənəsini dəyişir, öz burnunu dəyişir, öz qulağını dəyişir, öz gözünü dəyişir. Allahu akbar. Nəinki heyvanlardan insanlar öz-özlərini dəyişir. Allah səni yaratsan, anan səni necə dünyaya gətirmişdi? Yəni, sanki səndən anan səni dünyaya gətirdiyi haldan əsər əlamət qalmayıb. Sənin insanlığın da dəyişib. Baxırsan, yəni, subhanallah, bu qədər dəyişmək olar mı? Necə insan pis yollara əl atır? Allahu akbar. Bax, bu, Allah Quran-ı Kərimdə 1400 il qabaq bizə bildirdiyi şeydir. Bugünkü gündə geniş vüsət alıb. Və həqiqətən elə bilirlər ki, onlar yaxşı mı görürlər? Nə deyir Allah Azə və Cəllə onlar haqqında? Qul əunəbbiukum. Deyir, sizə o kəslər haqqında Qul əunəbbiukum bi əxsərinə əmələ. Deyir ki, əməlləri haqqında ziyana uğrayanlar barəsində xəbər verinmi? Allah Teala nə deyir? Deyir ki, əllezine dallə sə'yuhum fil həyatid dünya. Deyir, onlar dünya həyatında onların səyləri, əməlləri puça gedib, zəlalətə gedib. Və hum yəhsəbun ennəhum yuhsinuna suni'a. Amma onlar elə hesab edirlər ki, onların əməlləri doğrudur. İbn Məsud radiyallahu anhu nə deyir? İmam Bəğavinin təfsirində ondan gətirir. Deyir ki, siz elə bir dövrdəsiz, siz tabinlərə deyir. Deyir, yaqudul haqqa əl-hava. Deyir, haqq havaya tabi olub. Yəni, hava haqqa tabi olub. Yəni, insanlar çoxsu haqla əməl edirlər. Vallahi, elə bir vaxt gələcək ki, görəcəksiniz ki, haqq havaya tabi olub. Yəni, insanların əksəriyyəti havanı haqq biləcək. Batili haqq biləcək. Və haqqı rişxənd edəcək. İstihsa edəcək. Bunlar mı yəni haqq? Bunlar mı belədir? Subhanallah lazım. Bax, deyir, elə bir vaxt gələcək. Deyir, nə qədər o vaxtı gəlməyib, deyir, Allaha çoxlu həmd edin. Haqq yoldan möhkəm tutunun. Bugünkü günümüzdə də ən çox haqq yoldan tutunmaq Allahın kitabından və Peyğəmbər sallallahu aleyhi ve sellem sünnəsindən tutunmaqdır. Çünki nə qədər insan o yoldan tutunub salamatdır. Nə qədər insan ondan ayrılır, o qədər salamatçılıq qalxır insandan. Allahu akbar. Və sonra baxın nə deyir 7-ci. Deyir, gördüm ki, insanlar ruzi üçün özlərini zəlil edirlər. Gördüm insanlar ruzi üçün özlərini ora vurur, bura vurur. Yəni istəyir 100 yerdən özünə pul gəlsin. Deyir, mən deyir, Allahın mənə vacib etdiyi şeylə məşğul oldum, amma onun mənə yazdığı ruzini tərk etdim. Yəni, işləməyi tərk etdim, yox ha, pis başa düşülməsin. Demək istəyir ki, mən çox arzu istəklərə dalmadım ki, mənim belə pulum olacaq, mənim belə karyeram olacaq. Allah yazıb, səbəbdən yapış, Allah yazdığı az da gələcək sənə. Yəni, Allah yazdığı çox da gələcək sənə. Əgər sən az səbəbdən tutunsan belə. Ona görə insanın təvəkkülü, yəni təvəkkülün gətirdiyi xeyir, insanın səbəbinin gətirdiyi xeyirdən daha çoxdur. Çünki səbəb edən kimdir? Allah Azə və Cəllə. Və ona görə 8-ci nə deyir? Deyir ki, gördüm ki, insanlar yəni ruzi üçün özlərini zəlil edir. Mən Allahın bu ayəsində baxdım ki, وَمَا مِنْ دَابَّةٍ فِي الْأَرْضِ إِلَّا عَلَى اللّٰهِ رِزْقُهَا. Yer üzərində elə bir canlı yoxdur ki, Allah onun ruzisini öz öhdəsinə götürməsin. Mütləq Allah ruzini verəcək. Və həmçinin 8-ci, axırıncı gördüm ki, insanlar yəni öz ticarətlərinə, öz sənayələrinə, istehsallarına
zavodlarına və həmçinin öz bədənlərinə, sağlamlıqlarına təvəkkül edirlər, güvənirlər. Mən də aləmlərin Rəbbi Allaha təvəkkül etdim. Ki, onun təvəkkülü heç vaxt qırılmır. İnsanın ticarəti dayana bilər, zəifləyə bilər, istehsal getməyə bilər, malı dayana bilər, iflasa uğraya bilər. Amma Allaha təvəkkül heç vaxt iflasa uğramır. Onun ki, Allah da deyir, وَتَوَكَّلْ عَلَى الْحَيِّ الَّذِي لَا يَمُوتُ. Deyir ki, daimi, kamil həyat sahibi olan Allaha təvəkkül et. İnsan hər işdə, hətta övladlarının salihliyində də Allaha təvəkkül etməlidir. Heç o insan özünə güvənməlidir ki, mən belə tərbiyə vermişəm, mən elə etmişəm. Biz nə qədər də tərbiyə versək, biz nə qədər də islah etsək, amma yenə işlər Allaha qayıdır, müvəffəqiyyət Allahın əlindədir. Ona görə biz daima dua etməliyik. Dua etməliyik ki, Allah dualarımız səbəbi ilə bəlkə böyük təsirlər ola bilər. Vallahi. İnsan əməl edir, o qədər təsir olmur. Amma dua edir, görsən ki, böyük təsirlər olur. Bir qıssa var. Onu da danışım və çoxumuz eşitdiyimiz qıssədir. Bir dəfə bir nəfər kişi, bu qıssəni bəzi alimlər zəif deyirlər, amma çox faydalıdır qıssə. Deməli, deyir ki, bir nəfər kişi olur, öz anasını çox gözəl baxır. Hətta rəvayət edilir, səbətin içində baxır anasına. Yatızdırır, yəni onu yedizdirir. Yəni uşaq, yəni insan uşağına necə baxırsa öz anasına elə baxır. Bir də ki, Allah Azza və Cəllə bir dəfə vəhiy edir ki, Musa Aleyhisselama deyir ki, sən filan kişi ilə bir yerdə cənnətdə qonşu olacaqsan. Və Musa Aleyhisselam o kişini axtarmağa başlayır. Axtarır, görür ki, o anasına elə yaxşı baxan insandır yəni. Sonra gedir, onun anasının yanında olmadığı vaxtda. Deyir ki, sənin oğlun sənə necə baxır? Deyir ki, o mənə çox gözəl baxır. O hər dəfə mənə baxanda mən ona dua edirəm ki, Allahım bunu Musa Aleyhisselamdan qonşu elə cənnətdə. Allahım onu Musa Aleyhisselamdan qonşu elə cənnətdə. Deyir, bax, deyir, ananın duası düz Peyğəmbərin yanına apardı cənnətdə. Ona görə vallahi insan dua ilə gəldiyi dərəcəyə mümkün deyil əməli ilə çatsın. Bizim nə qədər başımıza gələn bəlalar valideynlərimizin, yaxınlarımızın, bəzən zövcələrimizin, övladlarımızın bizə etdiyi duadır. Elə bilməyək ki, özümüz böyük əməl sahibləriyik, ona görə qorunuruq. Xeyr, vallah. Bəzi insanlar hətta öz həyat yoldaşına qarşı xani, pis davranır. Ondan pis insan həyatda ola bilməz. Vallahi, əgər kim öz həyat yoldaşı ilə pis davranırsa, geçsin özünə nəsiyyət etsin. Desin ki, həqiqətən məndən pis insan ola bilməz. Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, sizin ən xeyirliniz öz yoldaşı ilə gözəl davranandır. Bu hədisin məfhumu nədir? Sizin ən şərliniz öz yoldaşı ilə pis davranandır. Nə bilirsən, sən evdən çıxırsan, zövcən sənin arxanca dua edir ki, Allahım yoldaşımı qoru, onu təhlükədən, hadisədən, yol qəzasından, digər şeylərdən qoru. Ona görə onun duası səbəbi ilə qorunursan, amma evə gələndə o ilə pis rəftar edirsən. Bi'sələhul əşiyyə. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, bu gələn bir kəsə, bu qövmünün nə pis qardaşıdır. O insan da öz həyat yoldaşının nə pis yoldaşıdır. Ona görə o bizim qızlarımız, bizim bacılarımız, bizim analarımız olduğu kimi, bizim də zövcələrimiz kiminsə anası, kiminsə qızı, kiminsə bacısıdır. Vallahi sənin qızının da başına gətirəcəklər. Mütləq şəkildə insan elədiyini tapır bu həyatda. Bu qədimdən keçmiş bir yoldur. Ona görə biz öz yoldaşlarımızla gözəl rəftar etməliyik. Onlardan da daha əvvəl anamızla, atamızla daha gözəl rəftar etməliyik. İbn Omar radiyallahu anh deyir ki, əgər istəyirsən övladların sənin haqqında yaxşı olsun, sən valideynlərin haqqında yaxşı ol. Əgər istəyirsən yoldaşın ismətli olsun, iffətli olsun, sən də başqa qadınların iffətində gözün olmasın. Bunda deyir, bil ki, sənin də yoldaşın iffətli olacaq, ismətli olacaq. Allah Azze və Cəllədən diləyirəm ki, bizi dünyada, səadətdə, axirətdə səadətdə etsin və bizi haqq yolda etsin və cənnətdə də yerimizi Peyğəmbər sallallahu aleyhi ve sellem yanında etsin və dualarımızı qəbul etsin, övladlarımızı salihlərdən etsin. Allah qardaşların övladlarına bərəkət versin. Allah sizdən razı olsun və əxiru da'vana enilhamdülillahi rabbil alemin.
Subhanəkəllah, həmdik, əşhədu an la iləhə ilə ənt, əstəğfiruka və tubu ilayk.